Hazırda abituriyentlərin xalçaya marağı yoxdur. Daha çox yenə də dizayn istiqamətinə yönəlirlər, amma yenə də onlara dekorativ sənətin özəlliyi haqqında bəhs edirəm. Dekorativ sənət əslində digər sənətlərdən fərqli olaraq eyni zamanda funksional sənət növüdür. Çox kiçiklikdən rəsm bacarığım var idi və insanların bu diqqətini çəkirdi. Amma rəssam olmaq kimi bir xəyalım və istəyim yox idi. Çünki olduğum regionda da məndə belə bir vizyon yaradacaq hər hansı bir fürsət də yox idi əslində. Ona görə mən tamam fərqli bir istiqamətdə yönələcəyimi düşünürdüm. Amma çox təsadüf bir şəkildə 7-ci sinifdə oxuduğum vaxtlarda sinif yoldaşımın anası anamı qaleriya müdiri ilə tanış elədi ki, hansı ki düşünürdü ki, bacarığım var, mütləq bunun üzərinə düşməlidirlər. Və həmin ziyafət müəllimlə tanış olandan sonra o düşündü ki, mütləq mən rəngkarlıq istiqamətində təhsil almalıyam və bunu itirməməliyəm bacarığımı. Müəyyən qədər orada təhsil aldım. Sonra 11-ci sinifdə artıq qərar verdim ki, həqiqətən rəssam olacağam. Amma həmin vaxtda rəngkar olmaq istəmirdim və dizayn yox, amma yenə də xalça ixtisasını seçdim. Çünki öz ana nənəm də əvvəllər xalça toxumaqla məşğul olurdu və düşünürdüm ki, biraz ənənəvi, həm də eyni zamanda müasir bir sənətlə məşğul ola bilərəm. Ənənəni müasirləşdirərək məşğul ola bilərəm. Yəni seçimim daha çox belə olmuşdu. Mən qəbul olandan sonra dekorativ sənət ixtisasına qəbul olmuşdum və sonra da seçimim yenə xalça sənəti oldu, hansı ki digər növləri də var. İlk olaraq dekorativ sənətə bakalavrda müraciət etdiyimdə də ailəmin yanaşımı biraz daha fərqli olmuşdu. Yəni bu istiqamətin gələcəyinin olmamasını bildirmişdilər mənə. Amma buna baxmayaraq magistr təhsilində belə bədii xalça ixtisasına müraciət etdim. Təbii ki, ailəm ilk olaraq bunu dəstəkləmədilər və hətta magistr təhsilinə müraciət etmək üçün gizli hazırlaşıb elə imtahana müraciət etmişdim. Amma sonra artıq qəbul olduqdan sonra isə dəstəkləməyə başladılar, maddi olaraq dəstəkləyirdilər. Regionda əslində gənclərin müəyyən qədər marağı var həqiqətən, amma müəyyən qədər də doğru istiqamətləndirilmədiklərini düşünürəm. Hansı ki bu problemi mən özüm abituriyent olduğum vaxtda da yaşamışam. Müəyyən akademik təhsilli müəllim tapmaqda çətinlik çəkirik. Bu da əslində incəsənət evlərinin olmaması ilə əlaqəlidir. Məsələn, mən öz vaxtımda hazırlaşdığımda bilirik ki, antik vaşlardan qabiliyyət imtahanı veririk, amma mən hər hansı bir antik vaş çəkmədən birbaşa imtahanda onun imtahanını vermişdim, çəkmişdim. Və bu da təbii ki, istedadlı gənclər üçün müəyyən qədər çətinlik yaradır. Çünki müəyyən bir akademik təhsil almalısan ki, imtahanda da onu rahatlıqla verə biləsən. Buna görə gənclərin marağı çox olsa belə, onların düzgün istiqamətləndirilməməsi, istədikləri ixtisasa qəbul ola bilməmə və yaxud rayon insanları tərəfindən bunun biraz daha boş bir iş kimi yanaşılması onların marağını erkən yaşda sönməsi ilə kifayətlənir, bitir. Amma buna baxmayaraq yenə də öz istəklərinin arxasınca gedən gənclər var və onlar yenidən təhsil alıb, amma təhsil aldıqdan sonra çoxu artıq Bakıda fəaliyyətinə davam etdirir, çox az qismi isə rayona qayıdır. Gənclərin daha çox marağı dizayn istiqamətindədir. Çünki hazırda bilirik ki, xüsusən rayonlarda tapıla bilən yeganə iş dizayn olur. Digər istiqamətlər üzrə isə artıq vakant yerlər olmur. Buna görə də gənclər daha çox dizayna yönlənir. Ən azından akademik təhsil olmasa belə kurs təhsili ilə həmin istiqamətdə ixtisaslaşırlar. Mən hazırda sadəcə müstəqil rəssam olaraq fəaliyyət göstərirəm. Əslində Bakıda təhsil aldığım müddətdə Hacıqabulda Azərxalça
filialı açılmışdı və düşünürdüm ki, rayona qayıtdığım zaman heç olmasa iş qarantiyası var və gedib orada çalışa bilərəm. Amma artıq mən təhsilimi bitirdiyimdə həmin filial öz fəaliyyətini dayandırmışdı. Rayona qayıtdıqdan sonra bir neçə yerə müraciət eləsəm də, sonradan gördüm ki, iş tələbi yoxdur vakansiya olaraq. Ona görə sadəcə öz fəaliyyətimi müstəqil rəssamlıq olaraq davam etdirməyə başladım və istiqamətim xalça olduğuna görə öz yaradıcılığımda xalçadan daha çox istifadə edirəm. Hansı ki, o mənim maraq və aldığım təhsil itirməyim deyə. Hazırda sadəcə rayonda öz evimdə öz otağımı emalatxana kimi istifadə edirəm və əsərlərimi yaratdıqca Bakıda müəyyən open calllara müraciət edirəm və işlərimi bu formada sərgiləmə fürsəti qazanıram və yaxud digər beynəlxalq sərgilərə müraciət edərək. Bəzən sərgilərdə işin satışı da olur ki, bu mənə maddi dəstək olur digər işlərimi də davam etdirmək üçün. Xalçaya gəldikdə isə rayonda əslində xalça sifarişi olmur. Buna görə xalça yox, daha çox kətan üzərində davam edirəm işlərimi. Rayonda daha çox portret janrına maraq var. Yəni bir növ rəssamlığı dekorativ olaraq tələb edirlər. Yaradıcı işlərə maraq yoxdur. Mən düzü portret sifarişi götürmürəm. Sadəcə yaradıcılıq fəaliyyətimi davam etdirirəm. O da yenə də mərkəzlə əlaqəli olaraq. Hazırda yaradıcılıqdan qazanc əldə etmək çətindir, xüsusən də rayonda yaşayıb bu formada fəaliyyət göstərmək. Buna görə də fəaliyyətimi davam etdirmək üçün daha çox rəsm müəllimliyi olaraq və dizayner olaraq fəaliyyət göstərirəm və qazancımla da yaradıcılığımı davam etdirirəm. Hazırda işlərim daha çox kətan üzərindədir və maddi büdcəmi artıraraq təbii ki, işlərimi xalçaya keçirtməyi düşünürəm və sonra isə artıq satış sərgilərində daha çox iştirak edərək, eyni zamanda yaradıcılıqdan da qazancı artıraraq daha çox yaradıcılığıma fokuslanmağı hədəfləyirəm. Hazırda abituriyentlərin xalçaya marağı yoxdur. Əslində daha çox yenə də dizayn istiqamətinə yönəlirlər, amma yenə də onlara dekorativ sənətin özəlliyi haqqında bəhs edirəm ki, dekorativ sənət əslində digər sənətlərdən fərqli olaraq eyni zamanda funksional sənət növüdür. Bakıdan başqa Türkiyədə və Afrikada işlərim olub, sərgilənib. Daha çox isə qadın və qadın hüquqları üzərindən işləyirəm işlərimi və daha çox diqqət görən də əslində bu mövzuda işlədiyim əsərlər olub. Hazırda sərgilənən Qazelya Art House-da Pəncərədən baxış əsərim də qadın hüquqları üzərindəndir və o da xüsusən qadınlar tərəfindən xüsusi maraq görür. Əslində istəyərdim ki, ölkədə tez-tez səyyar sərgilər olsun. Bu rayon gəncləri üçün də biraz daha fürsət olar və onların daha çox marağını artırar deyə düşünürəm. Bundan başqa mütləq olması lazım olduğunu düşünürəm incəsənət evlərinin olması ki, yəqin siz özünüzlə qarşılaşmısınız, daha çox xüsusən tanınmış rəssamların Bakıdan olduğu ilə bağlı və bu məndə uşaq vaxtından da sual yaradırdı ki, nəyə görə daha çox Bakıdan olan rəssamlar diqqət mərkəzində olur? Bəs rayonlarda həqiqətən istedadlı insanlar yoxdurmu? Amma sualın cavabı elədir, budur ki, həqiqətən həm rayonda insanlar buna çox ciddi iş kimi yanaşmırlar və hətta belə deyim, sanki incəsənət istiqaməti üzrə biri təhsil alırsa, düşünürlər ki, digər hər hansı bir ixtisasa qəbul ola bilməyib də bu ixtisasa son variant kimi qəbul olub. Təbii ki, bu eyni zamanda gənclərin motivasiyasını da azaldır. Kimisə istedadı varsa da buna artıq boş iş kimi görürsə, öz işinə deyil də digər ixtisaslara yönəlir. Hansı ki, mən özüm belə bunu etməyə çalışmışam məktəb dövründə, amma son il artıq vaz keçdim ki, yox, öz istiqamətim üzrə fəaliyyətimi davam etdirməliyəm. Bunun da səbəbini yenə də dediyim kimi
sərgilərin, peşəkar sərgilərin olmamasında və incəsənət evlərinin olmamasında görürəm. Hansı ki, gənclər həqiqətən peşəkar təhsil ala bilsə, daha məktəb dövründə onların bu istiqamət üzrə daha çox marağı yarana bilər və yaxud səyyar sərgilər olsa və daha məktəb vaxtından gənclər gedib sərgilərlə tanış olsalar, onlarda həqiqətən bu istiqamət üzrə maraq yarana biləcək. Çünki təbii ki, incəsənətin geniş təbliğ olunmaması və onlarda xüsusən sərgi üçün Bakıya gəlmirlər. Belə bir fürsətləri yoxdur. Təbii ki, bir də bəhs etdiyim incəsənət evlərindən və səyyar sərgilərdən və eyni zamanda düşünürəm ki, yetərli iş yerləri, vakant yerlər də açılmalıdır ki, həqiqətən həmin rəssamlar Bakıda təhsil aldıqdan sonra rayonlarına qayıtmağa maraq yaransın. Çünki çox az rəssam rəssamlığa müraciət edir oxumaq üçün. Eyni zamanda təbii ki, rayonlarda yetərli qədər vakant yer olmadığına görə artıq Bakıda fəaliyyətlərini davam etdirirlər. Amma onların rayona qayıtması digər gənc rəssamların da onları özlərinə nümunə götürüb davam etmələrinə səbəb olacaq deyə düşünürəm.